Salam, hər vaxtınız xeyir. Hər birinizi xoş gördük. Rəqəmsal Yay Məktəbinin 6-cı günündə sizlərlə bir yerdə görüşməkdən çox şadıq. Bugünkü görüşün moderatoru mən Azayeva Vahidə. Təqdimatçımız isə Nisa xanım Babayevadır. Nisa xanım müəllimə sizi tanıyaq. Salam, Babayeva Nisa xanım, Nəsrul 156 nömrə tam orta məktəbin rus dili müəlliməsi. Bugünkü görüşümüzün mövzusu Copilot alətində mətnin yoxlanılması. Mən indi sizə bir mətn təqdim edəcəm. Ekran paylaşımı edim. Bir zəhmət mənə məlumat verin, ekran paylaşımım görünürmü? Hələ görünmür. Bəli, görünür. Vahidə müəllimə, mətndən qabaq sertifikat haqqında da deyin, zəhmət olmasa. Bəli, qeyd eləyək ki, bizim bu layihənin öncədən də elan elədiyi kimi aktivlik göstərən və davamiyyəti daimi olan iştirakçılarımız və verilən ev tapşırıqları daimi yerinə yetirən iştirakçılarımız layihənin sonunda sertifikatla təltif olunacaq. Buna görə də hər birinizdən layihə boyu həm aktiv olmağı, dərslərdə iştirak etməyi, dərslərdən sonra verilən ev tapşırıqlarını yerinə yetirməyinizi rica edirik. İndi isə gəlin, əvvəlcə onu soruşum, ekran paylaşımım görünürmü? Görsənir. Deməli, belə bir mətn ekranda görünür. Mən sizdən bu mətnin tərkibində olan, yəni mətni diqqətlə oxuyun və mətnin tərkibində olan belə deyək, səhvləri, istər olar orfoqrafik və yaxud da ola bilər ki, hər hansı durğu işarəsi və s. həmin səhvləri bir mətn şəklində, yəni tək-tək yazmağınızı yox, sadəcə ümumi bir mətndə, məsələn, filan yerdə bu səhv var, bu yerdə bu durğu işarəsi səhvi var və s. hamısı bir mətn şəklində chat bölməsində yazmanızı xahiş edəcəm. Zəhmət olmasa fikirlərinizi chat bölməsində qeyd edin. Mən sizin fikirlərinizi səsləndirəcəm. Əslində, belə bir şey də etmək olar. Əgər müəllimlər istəyirlərsə, gəlin mətni kopyalayaq və mən həmin mətni chat bölməsinə atım. Chat bölməsində siz üzərində düzəliş edərək mətni yerləşdirin. Əslində, burada vaxtın getməyinə görə narahat olmaq istəməzdik. Çünki bizim elə sizə ünvanlamaq istədiyimiz də məhz elə buradan həmin o mətnin, kiçik bir mətnin yoxlanılması ilə bağlı nə qədər vaxtınızı getdiyini müəyyən etmək istəyirik. Vahidə müəllim, artıq bir neçə nəfər cavab verib. İstəyirsiniz, buyurun, siz səsləndirin, ya mən səsləndirim, fərq etmir. Müəllimə biri yazıb ki, durğu işarələri yoxdur. Səmaya müəllimə yazıb 2 nöqtə qoyulmayıb pıçıltıdan sonra. Yenə nöqtə virgül qeyd ediblər. Aha, tire işarəsi, işıq sözü. Bəli, işıq sözündə səhv var dedilər. Hətta Emil İsayev adlı bir dəyişiklik edib, bəli, hətta mətnin üzərində dəyişiklik edib bizim üçün göndərib. 2 nöqtə yox, qoşa nöqtə olmalıdır. İlahə Əlili yazıb.
Cavabları daha doğrusu cavabları qeyd edən iştirakçılarımızın hər birinə təşəkkür edirik. Hətta Humay xanım da yazıb, Şamama xanım da cavab bildirib. Hər birinizə, Değişik. bəli, hətta dəyişib mətnin düzgün strukturda yazılış formasını bizə təqdim edib. Hər birinizə təşəkkür edirik. Cavabları yazmaq istəyən yoldaşlar yazsınlar. Biz yenə də oxuyacağıq. Aynur xanım da yazıb. Bəli, demək olar ki, hər kəs mətnin üzərində dəyişiklik edərək mətni bizə təqdim edib. Hər birinizə təşəkkür edirəm aktivliyinizə görə. Çox sağ olun. Mən istəyirəm ki, belə bir sual ünvanlayım sizə. Təxmini bu mətni yoxlamaq 3-4 cümləli bir mətindir. Etiraf edirsinizsə, bizim bu mətnimiz 3-4 cümləli bir mətindir və bu mətni yoxlamaq sizin təxmini neçə dəqiqənizi aldı? Nəzərə alsaq ki, biz artıq bir neçə dəqiqədir başlamışıq. Hardasa bir 5-6 dəqiqədir başlamışıq və 3-4 cümləlik mətni yoxlamağınız, hətta yoldaşlardan yazan var, Həsən müəllim yazıb 1-2 dəqiqə, İlahi xanım 1 dəqiqə olmadı deyə bir cavab yazıb. Amma dediyim kimi qeyd edək ki, nəzərə alaq ki, bu bizim yalnız 3-4 cümləlik bir mətnimizdir. Amma bəzən biz sinifimizdə, bəli, təşəkkür edirəm cavablara görə 1-2 dəqiqə yazanlar var. Deməli, biz nəzərə alaq ki, sinifimizdə 25, 30, hətta 35 şagirdimiz olan siniflər var. Müəllimlərimiz var ki, bu şagirdlərlə, bu qədər sayda olan şagirdlərlə işləyirlər. Bəli, hətta Samay xanım yazıb ki, uzun mətn olsaydı, əlbəttə ki, vaxtımız çox gedərdi. Bəli, mənim də elə vurğulamaq istədiyim məhz budur ki, nəzərə alın ki, biz şagirdə həftədə bir dəfə ən azı hər hansı esse və yaxud da digər yazı tapşırığı veririk şagirdlərə və biz bu mətni yoxlamalıyıq. Təbii olaraq, çünki şagirdin bacarığını və tapşırığı nə dərəcədə yerinə yetirdiyini mütləq dəyərləndirməliyik və onlara geri dönüş etməliyik. Və düşünün ki, 45 dəqiqə vaxtımız var və yaxud da ki, gündən ikinci yarısında artıq evdə olarkən biz bu tapşırıqları yoxlamalıyıq və biz bu tapşırıqları necə yoxlayaq ki, az vaxtımız geçsin və yaxud da bilmirəm, bizə görək Nisə xanım müəllimə bu işdə necə kömək edə bilər? Bəli, bugün də biz bu işdə sizə Copilot aləti ilə kömək eləyəcəyik. Vaxtımıza qənaət eləmək üçün, vaxtımızı başqa daha səmərəli işlərə ayırmaq üçün mətnin yoxlamasını indi biz sizinlə həm onun izahını, həm də göstərəcəyik. Onun üçün mən paylaşıma keçirəm. Vahidə müəllimə zəhmət olmasa paylaşım görsənirsə bilirəm. Artıq aktivləşir. Biz bunun üçün Rəqəmsal Məktəb platformasına keçirik və oradan da Microsoft kabinetinə. Microsoft kabinetində bizə bir neçə proqramlar, onlardan biri də Microsoft Copilot'a keçirik. Və biz bu Copilot'da mən əvvəlcədən kopyaladığım mətni daxil edirəm. Və biz bu alətlərlə işləyəndə həmişə lazımlı düzgün, məsələn, mətni adi daxil eləsəm, o mənə bir çox gücü cəhətlərini göstərir. Mənə lazım olanı düzgün promptla vermək. Yəni, mətnin orfoqrafik sərflərini və durğu işarələrini yoxla. Bir dənə düzgün promptdan o bizim üçün mətni, nə deyək, 10 saniyə deyəkmi, 2 saniyə deyəkmi, bir mətni, bir böyük mətni, məsələn, biz 3 cümlənin 1 dəqiqənin içində yoxlayana qədər o bütün mətni dəqiqədən də az yoxlayır. Məsələn, bunu mən cədvəllə işlədiyimə görə o artıq səhvləri də cədvəl formada göstərir. Məsələn, mütaliəmlə, Hacıkənd Hacıkəndə qalxıb, durğu işarələrini, hansını bağlayıcıdan sonra vergi işlənməlidir, onları hamısını, üslubi düzəlişlərini düzəldilmiş variantdan nümunədə göstərə bilər. Nəticəni də verir ki, mətndə 5-6 orfoqrafik səhv var və birinci üslubi qüsur var.
və qiymətləndirməni də artıq 9-10 balla qiymətləndirilə bilər əgər. Məsələn, bizə artıq bunu cədvəl formada verib, ona görə ki, mən mətnlər işləmişəm və onu cədvəl forması. İstədiyimiz bu səhvləri mətn formasında da istəyə bilərik ki, o bizə versin. Nisə xanım Bəli. müəllimə, bəs mən belə bir sual vermək istəyirəm. Biz axı şagirdlərin yazısını dəftər formatında, yəni dəftər vərəq şəklində olur. Bəs bu zaman biz onların yazılarını necə yoxlaya bilərik? Aha. Mən sizə onu da qeyd edeyim. Biz onları şəklini çəkirik və bura daxil edə bilərik. Plus, amma bir dənə yəni diqqətli olmanız şey, çəkdiyiniz şəkillərin aydın çıxması. Ona görə ki, aydın çıxmasa rəqəmsal köməkçi bizə ona kömək edə bilmir, rahat kömək edə bilmir. Burada yazını daxil etdiyimiz yerdə üstəgəl işarəsi var. Üstəgəl işarəsində izobraziyya faylı, yəni şəkillər və fayllar daxil edə bilərik. Və burada mən bir essenin şəklini çəkmişəm. Onu daxil edirəm. Və yenə də mətnin orfoqrafik səhvlərini yoxla. Promptunu yazıram və o bizə artıq mətndə olan yazılışı səhv, düzgün variantında göstərir hamısını. Durğu işarə ilə bağlı düzəlişlər də verir, ən vacib düzəlişləri verir və ümumi də göstərir ki, neçə 6-8 orfoqrafik səhv var, bir neçə durğu işarəsi qüsuru görünür. Məsələn, esse olanda biz ondan üslubla da bağlı soruşa bilirik. Biz dəqiq prompt yazdığımıza görə ondan ancaq orfoqrafik səhvləri istədiyimizə görə orfoqrafik səhvi göstərir. Amma üslub baxımından, yazı baxımından, mövzu ilə bağlı olub-olmadığı baxımından o sualları da istədiyiniz prompt şəklində yazıb soruşa bilərsiniz. Nisə xanım müəllimə, bir məqamı, yəni daha doğrusu bir sualımız var. Aslan müəllim soruşur ki, riyaziyyatı da istifadə edə bilərikmi? Bu üsulu. Bir də, bəli, Xəyalə xanım isə soruşur ki, ingilis dili esselərində də istifadə etmək olarmı? Yəni, o yəqin ki, sual şəklində verir. Mən özüm də, yəni birinci, axırıncı sualdan başlayayım. Mən özüm də rus dili müəlliməsiyəm. Burada bir dənə Azərbaycan dili deyil, ibtidai deyil. Rus dili və ingilis dili, xarici dillər də istifadə edə bilər. Biz də mətndən çox işləyirik və indiki dövrdəki imtahan formaları da dəyişir. Əsasən yazıya keçirik, yazıda çox işimiz var. Ona görə ingilis dilində də mətni, rus dilində də mətni daxil edirik. Nisə xanım müəllimə? Eşidirsiniz məni? Bəli, bəli, eşidirik, buyurun. Riyaziyyatla bağlı araşdıra bilərik, burada yoxlaya bilərik istəsəz, axırda onu da yoxlayarıq ki, riyaziyyatı yoxlayar ya yox. Ona görə ki, biz mətndən işləməyi planlaşdırmışdıq. İstəsəz onu da yoxlayarıq. İlahi xanım soruşur ki, esseni necə yoxlayır? Essenin şəklini çəkib, daxil edib, o nə formada, onun promptunu düzgün, yəni hansı formada yoxlamağını istəyirsinizsə, o formada promptunu verib yoxlaya bilərsiniz. Təşəkkür edirik. Yoldaşlar da sizə cavablarına görə təşəkkür edirlər, cavablandırdığınıza görə təşəkkür edirlər. Bəs qiymətləndirmə ilə bağlı, məsələn, biz qiymətləndirməni və yaxud da bilirik ki, şagirdlərin nəticəsini yoxladıqdan sonra əvvəlki dövrdəki kimi rəqəmlə qiymətləndirmə edə bilmirik. Mütləq biz onlara rəy verməliyik. Bəs bu proses necə qurula bilər? Bunu da yenə də düzgün prompt yazmaqla, məsələn, icazə versəz mən onu yazım və yazıda göstərim. Yazım ki, mətnin orfoqrafik səhvləri ilə bağlı effektiv bir cümlədən ibarət. Ona görə ki, biz qeyd eləyəndə bir cümlə qeyd eləməliyik. Dediyimiz şifahi deyəndə bir neçə cümlədən ola bilər, amma biz qeyd eləyəndə bir cümlə ilə qeyd elədiyimizə görə bir öncədən ibarət rəy ver.
Mhm. Baxın, bir cümlədən ibarət yazdı ki, mətnin orfoqrafik səhvləri az olsa da, bəzi sözlərin yazılışında norma pozuntuları müşahidə olunur və bu səhvlər düzəldikdə mətn daha səlis və düzgün olacaqdır. Yəni, onun bizə verdiyi, biz bunu özümüzə uyğun neyəsə dəyişdirə də bilərik və ya verdiyi formada yaza da bilərik. Teşekkür edirik. Bir sualımız da var. Yoldaşların aktivliyi doğrudan da bizi çok memnun edir. Ne Deməli güzel. ki, doğrudan da maraqlı mövzuya toxunmuşuq. Belə bir sual verib Emil müəllim. Aləti nə qədər sorğu verə bilərik? Aləti mənim işlətdiyim şeyində Bəli, burada Copilot. ChatGPT və ya o bir alətlər kimi yoxdur. Yaza bilirik. Yəni istədiyimiz yoxdur. qədərini yaza bilirik. Yəni məktəblə bağlı, mətnlərlə bağlı, ona görə ki, bizi rəqəmsal məktəb platformasıdır. Yəni təhsillə bağlı verə bilirik. Teşekkür edirik. Xəyali xanım yazıb ki, deməli ingilis dili essesinə müəyyən meyarlar verib, yəni messejdə bağlayıcılardan istifadə edilməsi və fikrin hər iki tərəfdən, yəni müsbət və ya mənfi yanaşmadan izah edilməsi meyarlar var. Onda əgər mən ingilis dilində esse yoxladıramsa, əvvəlcə həmin meyarları ora göndərib, sonra deməliyik ki, bu meyarlar əsasında yoxlayın. Düzdür? Yəni sual işarəsi. Bəli, elə də eləyə bilərik. Məsələn, biz özündən də meyar istəyə bilərik, amma meyarımız varsa, həmin meyarı təqdim edib deyə bilərik ki, bu meyarla, yəni bu da sizin yazdığınız prompta bağlıdır. Yazırsınız ki, bu meyarla mətni yoxla, bu meyarlara uyğun mətni yoxla. Yoxlayır. Məsələn, biz o meyarları ikinci dərsdə başqa müəllimlər işləmişdi deyə meyara toxunmadıq, amma istədiyiniz mətnə uyğun meyarları da, qiymətləndirmə meyarı da verə bilir. Və ya siz öz yazdığınız meyara uyğun yoxlaya bilir. Teşekkür edirik Nisə xanım müəllimə. Ümid edirəm ki, yoldaşların qaranlıq qalan sualları yoxdur. Əgər varsa, yenə biz sizin suallarınızı cavablandıra bilərik. Belə bir sual verib Günay Məmmədova. Verilən proqramı yükləmək lazımdır. Rəqəmsaldan daxil olanda açılmır. Mümkünsə sonunda yenidən giriş edin və mən ekran görüntüsü alım. Yəni bilmirəm bunu etmək, bəli, vaxtınız varsa buyurun. İmkansa edək. Yoldaşlar bu prosesin icrasını görmək istəyirlər. Aha, istəyirsiniz onu edək, sonradan, yəni rəqəmsal məktəbə bir də qayıtmayaq da, rəqəmsal məktəbə hamı girə bilir də. Amma yoldaş bizə bildirir ki, mən yəni rəqəmsal məktəbə daxil ola bilmirəm. Məncə düşünürəm ki, bunun üçün siz belə deyək də, orada rəqəmsal məktəbə daxil olmaq üçün hansı ki çətinliklə qarşılaşırsınız, həmin o çətinliyi aradan qaldırmağa çalışın. Çünki bu belə deyək də, rəqəmsal məktəbdəki çətinlik deyil. Girəndən sonra yəni işləyə biləcəyiniz. Yəni proqram kimi də var. Daxil olmaq üçün Proqram kimi də var. İstəsəz proqram kimi də yükləyə bilərsiniz. Amma bizə daha rahatı, yəni bizə verən o böyük imkanı rəqəmsal məktəbin içindən verir. Yəni rəqəmsal məktəbin içindən o girsəz daha böyük imkanlar verir. Bir məsələ də var, bunu da diqqətinizə çatdıraq. Əgər bölgə məktəbləridirsə, bu hələ onlar üçün rəqəmsal məktəbə giriş tam aktiv olmadığı üçün çətinlik yarana bilər. Daha doğrusu bu problemlə ona görə özləşə bilərlər. Ancaq Bakı məktəbləri heç bir problem olmadan rahatlıqla rəqəmsal məktəbə daxil olar və rəqəmsal məktəbin daxilində verilmiş proqramlardan rahatlıqla istifadə edə bilərlər. Nisə xanım müəllimə, siz ekran paylaşımında bütün ekranı, zəhmət olmasa, tamam, indi artıq düzəldi. Və bir də riyaziyyatla bağlı bir məsələ də var. Onu da qeyd edək ki, bəli, riyaziyyatı da rahat şəkildə verilmiş tapşırıqları yoxlaya bilir. Sadəcə burada əsas məsələ promptun düzgün verilməsidir. Düzgün verilməsidir, bəli. Başqa sualımız yoxdursa, Vayda müəllimə, yəni sualları varsa versinlər. Yox, bizdə Bəli, hələ ki elə bir sual ünvanlayan yoxdur. Biz ev tapşırığı ilə bağlı istəyirsiniz məlumat verək. Yenə də suallar olarsa biz cavablandırarıq. Buyurun İsa xanım müəllimə, ev tapşırığımız nə olacaq? Onda icazə verirsə mən paylaşımdan çıxım. Bəli, buyurun. Paylaşımdan çıxım. Mən də sizi görüm rahat, siz də məni. Aha, görsənir. Bəli. Deməli, ev tapşırığı ilə bağlı hər müəllim öz rəqəmsal məktəbindən keçsin Microsoft kabinetə, açsın bu dediyimiz Copilot alətini və Copilot alətində hansısa bir mətni yoxlasın. Və yoxladığına uyğun
köməkçidən bir cümlədən ibarət rəy istəsin. Həmin rəyi biz indi Vahidə müəllimə chat bölməsinə link Bəli. atacaq. Mən artıq Həmin chat bölməsinə göndərdim. Padlet proqramında linkdir. Həmin Padletə daxil olub, həmin aldığınız rəyi, yəni Copilot proqramında sizə verdiyi rəyi daxil edin. Biz onları yoxlayacağıq. İnşallah yoxlayıb həm bugünkü iştirakınıza görə, həm də tapşırılan yerinə yetirməsinə görə sertifikatlarla təltif olacaqsınız inşallah. Başqa Bəli. sualınız? Elə bir sual yoxdur. Sadəcə bir sual ünvanlamışdılar yoldaşlardan bir nəfər bircə dəqiqə adını da qeyd edeyim. Deməli, Xəyalə xanım soruşur ki, Esse-nin neçə bala qiymətləndirilməsini düzgün təyin edə bilirmi? Qiymətləndirmək üçün siz ona həmin balı və ya qiymətləndirmə meyarını təqdim etməlisiniz. Ya ondan istəməlisiniz ki, qiymətləndirmə meyarı tərtib et. Yəni bu hamısı düzgün yoxlanması sizin düzgün promptunuzdan asılıdır. Yəni desəz ki, 10 ballıq meyar, 10 ballıq şkalada bu meyarlara uyğun yoxla. Onda həmin yoxlayıb sizə həmin qiymətləri də düzgün deyəcək. Yenə də yoxlayandan sonra qiymətləndirmədə dəyişikliyi siz özünüz də edə bilərsiniz. Belə bir deməli sual var idi. Sadəcə deməli kimsə yəqin ki mesajlar yuxarı qalxdıqca gözdən itdi. Deməli promptlar belə bir sual var idi ki, yəni biz daxil ola bilmirik. Mən tam aydın olmadı. Bu yəqin ki Padlet linkinə aid idi yoxsa? Hə, bizdə aktiv deyil hələ ki, başqa yerdən işləyib rəy ala bilərəm. Aytat Süleymanova, yəqin ki onda bu ev tapşırığı ilə bağlı deyil. Elə bugünkü mövzumuzun sualıdır. Yox, onlarda rəqəmsal məktəb ola bilsin, aktiv deyil, onu demək istəyir. Aha, yəqin, tamam. Günay Məmmədova nəsə şəkil atıb, görək. Yenə həmin mövzu ilə bağlı xanım bayaq da qeyd elədi ki, rəqəmsal məktəbə daxil olmaqda çətinliyi var. Əgər yanılmıramsa, bu Günay müəllimə 296 nömrəli məktəbi müəllimidirsə, mənə şəxsidən yazsın, biz bir də ona baxarıq. Əgər yanılmıramsa, Əmə xanımdırsa, çünki Bakı məktəbidir, biz ondan sonra bir də sertifikatla bağlı Aynur Zeynalova, Vahidə müəllimə, ona bir dənə cavablandırın, sertifikatla bağlı. Sertifikatla bağlı bir də qeyd eləyək ki, deməli biz iyulun 1-dən rəqəmsal yay məktəbi layihəsinə başlamışıq böyük bir komanda ilə və hər həftə bir neçə həm şagirdlər, həm də müəllimlər üçün görüşlərimiz, vebinarlarımız olur və bu vebinarlarımız rəqəmsal məktəb platformasında olan alətlərin istifadəsi, eyni zamanda şagirdlərimizin aktivliyi və dərs tətil boyu həm əylənib, həm də öyrənməsi üçün bir vasitədir. Amma biz bunu da, belə deyək, komandamız yəni belə nəzərə alıb ki, sonda şagirdlərimiz də, müəllimlərimiz də rəqəmsal yay məktəbi layihəsində aktivliklərinə görə nəzərdən kənarda qalmayacaq, diqqətdən kənarda qalmayacaqlar. Onlar həm fəaliyyətləri, həm davamiyyəti, həm də ev tapşırıqlarının yerinə yetirilməsinə görə layihənin sonunda sertifikatlarla təltif olunacaqlar. Ona görə də dediyimiz kimi layihə boyu aktivliyinizi gözləyirik və verilən tapşırıqları yerinə yetirməyinizə görə də təbii ki, meyarlarımız olacaq orada. Həmin meyarlar əsasında da qiymətləndiriləcəksiniz. Ev tapşırığında deyir ki, adımızı, familiyanızı, məktəbimizi yazıq. Bəli, hamı adını, soyadını, məktəbini yazsın ki, sonradan kimin yazdığı bilinsin. Yoxlayanda da o qeydiyyatımızı biz aparaq. Ad, familiya, ata adı, məktəbin nömrəsi, şəhər qeyd edə bilərsiniz və biz də ona uyğun ev tapşırıqlarını yoxlayacağıq. Bir məqamı da qeyd edeyim. Bəzən olur ki, müəyyən səbəblərdən dərslərimizdə iştirak edə bilməyən yoldaşlar olur ki, bizə şəxsidən yazırlar. Dərslərimizin linkləri, daha doğrusu video qeydləri YouTube kanalımızda paylaşılır. Bunun üçün yaxşı olar ki, bizim Rəqəmsal Məktəb Facebook səhifəmizi izləyin. Həmin görüşlərin və ev tapşırıqlarının linklərini oradan daxil olub istifadə edə bilərsiniz. Və bir müəllimə soruşdu ki, hansı günlər bu dərslər keçirilir? Onlar da həmin Facebook səhifəsindən öyrənə bilərlər hansı gün dərslərimiz var. Bundan sonraki görüşümüz 29-u olacaq. Saat 3-də görüşünüzü gözləyə bilərsiniz.
Qeyd etdiyimiz kimi, sosial şəbəkələrimizdə aktiv olsanız, yəni səhifələrimizdən bizi izləsəz, oradan daha operativ məlumatlar əldə edə bilərsiniz. Görüşlərimizin linkləri və qeydləri bir neçə gün öncədən, hətta deyərik ki, həftə öncədən paylaşılır və məlumat verilir. Buna görə də rahat şəkildə məlumat ala və yararlana bilərsiniz görüşlərimizdən. Belə hər birinizə çox təşəkkür edirik. Çox aktivlik göstərdiniz. Suallarınız bizi çox şad elədi. Yəni bu sualları cavablandırmaq bizə də xoşdur ki, demək ki, sizin də öyrənmək istədiyiniz tərəflər var. Hər birinizə təşəkkür edirik. Hətta bizə təşəkkür edən yoldaşlarımız var. Faydalı ola bildiksə nə xoş bizə. Buyurun İsa xanım müəllimə, siz də fikirlərinizi Bugün görüşdə iştirak edən bütün müəllimlərə çox sağ ol deyirəm, təşəkkür edirəm. Bəli, bizim üçün də çox maraqlı idi. Sizə faydalı ola bildiksə nə gözəl, biz də onu istəyirdik. İnşallah bundan sonraki görüşlərimizdə faydalı olar. Görüşənə dək. Sağ olaşaq, Vahidə müəllim. Bəli, sağ olaşaq. Sağ olun, çox sağ olun. Gələn dərs görüşənə dək. Görüşürüz.